Allah bütün cavanlara bəxt versin. İçi sən qarışıq hamınıza. Sözünüz öskün, qılıcınız kəskin olsun ha bala. Belə də indi deyir, yaxşı olar mərdə gedin təməli, namərd tutmaz heç kəsə dabəli. Hər ət düldül olmaz, hər yetənəli, hər qılınc kəsməklə zülfüqar olmaz. Gözəl. İndi bütün cavanları da tanılamaq olmaz belədir. Görür işte cavan, onun ölçüsünə gəlmir deyir, yox bununla yoldaşlıq eləmək olmaz. Bunu qınama. Bizdə belə olub, arxeynlik olub, bir-birimizi tanımışıq. Yaşlı adamları başa düşmüşük. Özdəki niyə, indi deyirlər bu işi olsun, evi olsun ki edin, maşını olsun ki edin, qaynanəsi olmasın ki edin. İndi niyə qaynə özü gəlmir ki, özü gedir, vaxt gələndə edəcək. Onda bəxtləri yeyin olsun, maşınları da olsun, evləri də olsun, işlərinə də Allah xeyir versin.